Bir də mənə qulaq asın. Deməli, bir sözdə uşaqlar neçə hal ola bilər? Bir halda. Bəs neçə mənsubiyyət şəkilçisi ola bilər? O da bir. Amma bir sözdə hal da ola bilər mənsubiyyətdə. Mən sizə yadınızda da dedim ki, şəkilçilər sözü hansı ardıcıllıqla qoşulurdu? Birinci kök gəldi, kök. Sözün köküdür də, koyuram. Sonra leksik şəkilçi. Bu şəkilçi ola da bilər, olmaya da bilər. Düzdürmü? Aha. Sonra cəm. Məktəblilər, mənsubiyyət, imiz, bir də şəxs. Yəni, ardıcıllıq budur. İsmə məxsus, qrammatik şəkilçilər, cəm, mənsubiyyət, hal, şəxs kimi qoşulur. Aydındır? İndi baxın, bir sözdə bir hal ola bilər, bir mənsubiyyət. Sözdə iki şəkilçi var. Nə bilim, hansı haldır, hansı mənsubiyyət. Bax, məsələn, anamın dostu, fikir verin. Gəlin ayıraq. Sözün kökü nədir? Ana. Deməli, uşaqlar, əvvəlcə belə deyək, anamın dostu söz birləşməsidir. İki söz var, düzdür. Birinci tərəf hansıdır? Anamın. Sözün kökü nədir? Ana. Bu sizcə nə şəkilçisi olar? Mənsubiyyətdir yoxsa hal? Mənsubiyyətdir, amma məncə dəqiq bilmədiniz. Baxın, mənim anam olur axı. Düzdür? Mənim anam. Deməli, bu oldu mənsubiyyət. Axı, bilirik, birinci mənsubiyyət gəlməlidir. Sonra hal. Deməli, ın da olacaq hal. Hansı hal? Hansı hal? Yəlik. Aysa o. Yəlik hal. Deməli, yəlik, baxın. Mənsubiyyətin qarşısına hansı hal gəlməliydi? Bayaq dedim. Mənim mənsubiyyətlər Yəlik mənsubiyyətin qabağında gəlməlidir. Təzdən yəlik gəlibsə burada, yəlikdən sonra nə gəlməlidir bir də? Yox. Yəlikdən sonra nə gəlir? Baxın, bu yəlikdir. Yəliyin yanında nə gəldi? Kökü bildim də, bu nə şəkilçisi oldu? Mənsubiyyət. Yəliyin yanında nə gəlməliydi? Mənsubiyyət. Mənsubiyyətdən sonra sözə yenə nə qoşuldu? Yəlik hal. Deməli, yəlikdən sonra bir də nə gələcək? Yox. Burada nə dedik? Yəlikdən sonra nə gəldi? Mənsubiyyət. Yəlikdən sonra yenə nə gəlməli? Ay, sağ ol, onu deməyə çalışıram. Dostu. Anamın dostu. Anamın üstə xət çəkib, onun dostu deyə bilirəm. Mən sizə demişəm, yoxlayanda belə. Mən onun dostu deyirəmsə, bu nə oldu? Mənsubiyyət. Bir təkrar gedir. Mənim ismin hansı hal oldu? Yəlikdir. Yəliyin yanında nə gəlir? Mənim anam oldu mənsubiyyət. Təzə mənsubiyyətdən sonra nə qoşuldu? Yəlik hal. Yəlik haldan sonra yerə nə gəlməli? Mənsubiyyət. İndi başqasını yazıram. Bax. Baxın. Bağımızın gülləri. Aha. Deməli, bağımızın. Burada bağ köktür. Sonra nə gəlir? Imız. Imız nə şəkilsiz? Mənsubiyyət. Neçən şəxsi görək kim tapacaq? Bizim bağımız. Düzdür? Bizim bağımız. Bizim hansı hal olacaq? Yəlik. Imız nə olacaq? Mənsubiyyət. Təzdən yenə nə qoşuldu bura? Yəlikdir. Bəli, yəlikdən sonra gələcək yenə? Mənsubiyyət. Bəli, mənsubiyyət bu cəmdir. Bu da mənsubiyyət. Aydın oldu? Hə.